göz-gözə gəlib. Bəzi şahidlər deyirdilər ki, gözlərində baxanda donub qalırlar, tərpənə bilmirlər, sanki varlıq insanın zehninə təsir edir. Ən çox görülən yer yenə də TNT Area idi. Hətta bəzi insanlar orada izlər tapdıqlarını deyirdilər. Nəhəng quş pəncəsi izləri və tapdaq yerləri. Digər anormal hadisələr, yad planetlər və Men in Black. Bu dövrdə Point Pleasant ətrafında yalnız Mothman yox, bir sıra başqa qəribə hadisələr də baş verdi. Göydə parlayan işıqlar, elektron cihazların dayanması, ağlasırmaz səslər və qorxunc kabuslar. Şəhərə gələn qəribə geyimli danışıq tərzə uyğun olmayan qara geyimlilər, Men in Black, bu şəxslər şahidlərə susmaları üçün təzyiq göstərdiyi iddia olunur. Bütün bunlar insanlarda Mothman'ın yad planetli varlıq və ya paranormal xəbərçi olduğunu düşündürməyə başladı. Silver Bridge faciəsi 15 dekabr 1967. Təxminən bir il sonra 15 dekabr 1967-ci ildə şəhərin iki hissəsini birləşdirən Silver Bridge adlı asma körpü qəflətən çöktü. O anda üzərində olan 46 nəfər həyatını itirdi. Bu hadisədən əvvəl çoxlu şahid körpü ətrafında yenidən Mothman gördüyünü iddia etmişdi. Faciədən sonra Mothman bir daha görünmədi. Bu əfsanəni daha da gücləndirdi. İnsanlar düşünməyə başladı ki, Mothman bir növ bədbəxtlik xəbəri.